1.1 FM'de 100% enerji. İkinci saatimizdayıq, başlamışıq. Bizə yeni qoşulanları da salamlayırıq. 101.1 FM'də qonağımızla davam edəcək ikinci saatimizi. Hər birinizi bir daha salamlayırıq. Hər birinizə bolluca enerji arzulayırıq və qonağımız da dostlar bizimlə bərabərdir. Mədəni və yaradıcı sənayələrin inkişafı mərkəzinin layihə rəhbəri Zümrüd xanım Əsədova buradadır. Sabahınız xeyir olsun Zümrüd xanım. Xoş gəlmisiniz. Sabahınız xeyir, xoş gəlmisiniz. Necə gəldiniz? Necə gedir işlər? Tez gəldim ki, çatım. İşlər isə yaxşı gedir. Əla, əsas odur ki, vaxtına gəlib çatmısınız. Buna görə təşəkkür edirik sizə. Birinci saatımızda biz dünənə nəzərən, dünən biz bilirik ki, uşaqların beynəlxalq hüquqlarının müdafiəsi günü idi. Buna uyğun olaraq bir dinləyicilərimizə bir sual verdik. Sual verdik ki, uşaqlıqda hansı əşyalarla danışırdınız? Bir növ uşaqlıq fantaziyalarına qaçdıq, səyahət etdik. Bəs sizin olub uşaqlıqda? Hansı bir əşya ilə danışdığınız? Hə, oyuncaqlarım çox olub. Dərs keçirdim hamısına. Dərs keçirdiniz. Hamısına dərs keçirdim. Hansı fəndən? Ev tapşırıqlarımı onlarla bərabər hazırlayırdım. Maraqlıdır. Çalışırdım ki, inkişaf eləsin. Dünənki tədbirə gətsək, bilirsiniz ki, 3 gün ərzində də olub bu tədbir və ümumiyyətlə uşaqlar da, böyüklər də daha çox indi hal-hazırda sosial şəbəkələrdə və ya ki, hər hansı süni versiyada ünsiyyət qururlar. Amma orada dünən demək olar ki, hər kəs canlı ünsiyyətdə idi. Telefonlar çox adamın əlində yox idi. Yəni sadəcə olaraq bəli, şəkil çəkə bilərdilər, video çəkə bilərdilər, amma ki iştirak etmə prosesləri çox idi, master-klasslar çox idi. Vaxtları yox idi mu telefondan istifadə etsinlər, yoxsa icazə verilmirdi? Sadəcə olaraq məşğuliyyət var idi. Əla. Oyunlar var idi. Qapıdan gələndə telefonları yığmışdınız. Düzünü desəm, birinci insan oraya içəri girəndə istəyirdi ki, telefonu götürsün, hər şey çəksin, maraqlı gəlirdi. Amma sonra qoşulursan deyə artıq yaşamaq həvəs istəyirsən. olur, vaxt olur, bəli. Sosial şəbəkələr nə üçündür? Biz nəyisə paylaşmağımız üçün və yaşadığımız nələrsə göstərmək üçün. Təbii ki, birinci biz yaşamağı öyrənməliyik ki, sonra da nəyisə paylaşmağı öyrənək. Və orada daxil olduqda biz birinci olaraq təbii ki, Azərbaycanlılar yeməyi, içməyi sevdiyi üçün orada hər şey var idi. Burada hər şey var idi onun üçün. Amma sol tərəfdə və arxa tərəfdə sırf əyləşmək üçün hissə var idi və eyni zamanda master-klasslar var idi. Kukla teatrı var idi, sonra master-klasslardan rəsm var idi, oyuncaqların hazırlanması var idi, taxta oyunlar var idi, sonra pizza hazırlanması var idi. Özdə orada çox gözəl şəkildə o pizzanın hazırlanmasını təqdim edirdilər uşaqlara. Uşaqlar gəlib deyirdi ki, mən istəyirəm ki, orada pomidor olsun. O da deyir ki, yox, çünki indi bunun sezonu deyil. Gəlin biz indi nələrin sezonudsa onlara baxaq. Yəni eyni zamanda onların təbiətlə olan bağını artırırdılar və orada uşaqlar özləri bişirirdilər o pizzanı. Bişirdiyi zaman da onlara izah söhbət həqiqi pizzadan gedir də. Bəli. Orada xəmirlər, un və s. Onları axırda kim yeyir? Həmişə mənim maraqlı özləri. Tərbiyəçi. Valideynlər, bəli, məcbur. Yox, çox tatlı idi. Hətta. Hətta mən qızıma dedim ki, yeməyəcəksənsə sən bişir, mən yeyərəm. Həqiqətən çox tatlı idi və onlara başa saldılar ki, mayasız xəmirlə də çox qəşəng, yəni şişmiş bir xəmir formalaşdırmaq olar və bəli. Siz əslində sağlam qidalana bilərsiniz. Və bu çox gözəl təqdim olunurdu. Bu çöl hissədə olan proseslərdə bizdə bir də nərd turniri var idi orada. Mənim yerim. Niyə getməmişsən Rəfay? Mənim yerim. Çox gözəl şəkildə, hətta mənə maraqlı gəlirdi ki, necə həvəslə onlar davam edirdilər. Uşaqlar oynayırdı, yoxsa böyüklər? Onu valideynlər, böyüklər oynayırdı. O anda onlar üçün. Təsəvvür getmişsən uşağı aparmışlar. Uşaqlar yemək pişirir, valideynlər orada nərd oynayır. Rollar dəyişir. Əslində maraqlısı o idi ki, mənim də qızım aktiv qızdır, amma 3 gün ərzində demək olar ki, biz kontaktda olmadıq. O öz master-klasslarındaydı, mən də öz istirahətimdəydim. Həqiqətən də istirahət üçün bütün şərait yaratılmışdı. Mən hətta bunları eşidirəm və təəssüf keçirdirəm ki, niyə mən övladımı götürüb gəlməmişəm ora. 3 gün ərzində keçirilən, bax bu tədbir deyəcəm, festivalda demək olar, xüsusilə uşaqlara nə verdi sizcə? Uşaqlara daha çox birincisi canlı ünsiyyət verdi. Bu ümumiyyətlə strategiyasını deyim, Force of Love-dır adı. Yəni sevgi
naminə deyək, festivallardandır və ard-arda təşkil olunur. Burada bizdə uşaqlarla bərabər böyüklər üçün də yetəri qədər məlumat daşıyırdı. Yəni onun çöl zonasında məsələn hər kəs özü haqqında nələrsə yazıb divara yerləşdirə bilirdi. Sonra binada, yəni mərkəzin içində, Space 13-ün içində fərqli brendlərin sərgiləri var idi. Spring Market deyirlərdi həm də buna. Çünki hər kəs öz orada brendini təqdim edirdi. Geyimdi, aksesuardı, musiqinin yaradılması ilə bağlı startup var idi. Məsəl üçün orada sifariş verə bilərsən musiqini. Oyun var idi. Gedib orada kartlarla olan oyunlar var idi. Onları oynayırdılar gənclər. Çünki orada həm gənclər üçün, həm orta yaşlı üçün, həm də uşaqlar üçün hər bir şərait yaradılmışdı. Hətta dünən mən belə bir söz dedim, elə bir ki, bağ evinə getmisən, amma ki, fərqli insanlarla getmisən. Həm təbiəti hiss eləyirsən, həm o içindəki sevgi. Biz nə vaxt ümumiyyətlə sevgini hiss eləyirik rahatlaşanda. Bəli. Çünki qalan zamanı biz daha çox ehtiyac hiss eləyirik nəinki sevgini. Sevgiyə ehtiyacı hiss etmirsən. Burada sırf rahatladı insanlar və daha çox öz içindəkiləri ifadə etdilər. Sonra karikatura çəkən xanım da var idi. Yəni hər bir nüansa toxuna biləcək bir ab-hava var idi deyərdim. Ümumiyyətlə bu festivalın keçirilməsi kimin nəzarətindədir və ya hansı qurum tərəfindən təşkil olunur və bundan sonraki hədəflər varmı? Yəni hər ilmi nəzərdə tutulur belə festivalların keçirilməsi? Bu deməli tədbir 3-cü ildir baş verir. Keçən ildə bu ildə yaradıcı mərkəzlə bərabər təşkil olunub və nəzərdə tutulduğuna görə hər il olacaq, amma daha detallı yəqin ki növbəti ildə. Növbəti xanım daha çox məlumat verə biləcək. Növbəti ili gözləyək. Əgər getməyən varsa, qatılmayan varsa hər hansısa bir səbəbdən, xəbər olmayan varsa, növbəti ildə gözləyək. Məncə uşaqlar üçün əladır. Mən həm də yeniliklərlə də. Böyüklər üçün. İş orasındadır ki, böyüklərə də maraqlı gəlir. Görmürsən, uşaqlar yemək bişirir, böyüklər nəyər datır orada. Bilirsiniz mənə nə maraqlı gəlir? Orada uşaqlar yığılanda seçilmiş uşaqlar mı deyim olur. Məsələn, uşaq var ki, özünü aparmaq qaydası və s. belə axırda. Yəni hiperaktivdir, həm də ağlayır, istəmir olduğu şəraitdə normal ünsiyyət qursun və s. belə axır. Uşaqları seçirsiniz yoxsa? Bilsiz hansı uşaqlar? O adamın qanını qaraldan uşaqlar var qonaqlıqda falan da. Ki bunu gətirməyin də. Yəni həmin uşaqlardan danışır. Festivalda onu deyə bilərəm ki, mən daha çox səs-küy gözləyirdim uşaqlar olduğuna görə, amma onlar başları o qədər qarışırdı ki. Bəs yaş qrupları necə var? Bilirəm seçdiyiniz yaş qrupları. 3 gün olaq festival. Birinci gündə uşaq evindən bir dəstə gəlmişdi. Daha sonra isə hər kəs özü kim istəsə qoşula bilirdi. Yəni orada heç bir qadağa və ya şərt yox idi. Məkan olaraq Space 13-də idi. Biraz kənarda olduğuna görə 28-dən ora hər saat avtobuslar işləyirdi ki, insanlar rahat şəkildə gəlib və gəlsinlər. Ona görə heç bir məhdudiyyət yox idi. Yalnız sevmək, hiss eləmək, yaratmaq və yaşamaq idi şərtimiz yəqin ki. Məncə ehtiyac var. Bax bu cür festivallara, tədbirlərə hər dəfə, hər ay, hər il ehtiyac var. Ona görə biz də dəstəkləyirik, keçirilsin. Elə Zümrüd xanımın dediyi kimi həm uşaqlar, həm də böyüklər üçün. Çünki bəzən olur ki, böyüklərin də özlərinin bir uşaqlaşma ehtiyacı olur. Bəli, əlbəttə. Qoy elə öz övladları ilə bir yerdə uşaqlaşsınlar. Nə olar ki, nə var ki? Hər bir insan içində uşaq var. Yaşından asılı olmayaraq. Mən də peşə olaraq o dövrlərə qayıtmaz. Psixoloqam. Yəni hər insan içindəki o uşağı yaşatmasa, nə övladı ilə yaxşı münasibət qurmaqda çətinlik çəkəcək ümumiyyətlə. Və eyni zamanda ümumiyyətlə həyatda nə isə hiss etmək, enerjini hiss etmək, xoşbəxtliyi hiss etmək, o zövqü hiss eləmək həmişə uşaqdan asılıdır. Çünki içimizdəki o uşaqdır yeniliyi öyrənmək istəyir, və nəsə yaratmaq istəyir. Ona görə də içimizdəki uşaqlara icazə verməliyik ki, yaşasınlar. Hətta bayramda mən böyüklərlə də bayramlaşdım. Deyir ki, mənə niyə təbrik edirsən? Deyirəm, sənin içindəki o uşağı təbrik edirəm. Çünki sən onu indi müdafiə edirəm. Yoxdur deyən oldu.
Hamısı çox sevindi sonra, xoşlarına gəldi. İçimizdəki uşaqlıq bizi pozitivliyə köklüyür, pozitiv olmağa çağırır bəzən. Saf tərəfimiz, Bəli. təmiz tərəfimiz, təmənnasız tərəfimiz deyərdim. Yəqin ki, o uşaq tərəfimizdir ki, onu yaşatmalıyıq. Dostlar, Zümrüd xanıma suallarınız varsa, fikriniz varsa yaza bilərsiniz, səsli mesaj göndərə bilərsiniz, zəng də vura bilərsiniz. Senin söhbətin bizim için vacibdir. Yaz, zəng et, paylaş. 100% enerji ilə səsləndirək. Əlaqə nömrəsi 077 44 77 101. Qısa fasiləyə ayrılırıq, fasilədən sonra bir yerdəyik. Klan fasiləsindən sonra daha çox enerji ilə qaydırıq. Heyecan, ritim, hədiyələr. Hazırsan? Başladı. Zümrüd xanım, istəyirik bizə mədəni və yaradıcı sənayələrin inkişaf mərkəzinin fəaliyyət istiqamətlərindən danışasınız. Deməli, dövlətimizin sosial-iqtisadi strategiyasına uyğun olaraq mədəni və yaradıcı sənayelərə tam dəstək olmaqdır bizim məqsədimiz. Və artıq 3-cü ildir ki, fəaliyyətdəyik, amma tam fəaliyyət kimi götürsək 2 ildir. Açılışımız oldu, Leyla xanım Əliyeva gəldi. Ondan sonra artıq daha da aktiv fəaliyyətimizə başlamışıq açılış olduğuna görə. Mədəniyyət Nazirliyinin tabeliyində olan bir hubdur. Amma eyni zamanda bizim fəaliyyətimizin detalına gedək deyək, kino, təhsil, musiqi, animasiya, dəb, moda, yəni foto və kulinariyadır. Bunların hər biri deməli startaplar, burada tədbirlər və təbii ki, bunun təhsili hər birinin inkişafı üçün və ümumiyyətlə bizdə ideyaların reallaşması üçün nə lazımdır? Təhsil lazımdır, bilik lazımdır. Və yaradıcı mərkəzin də bir hissəsi deyək, yaradıcı Eduazdır. Yaradıcı Eduaz isə sırf təhsil və təlim proseslərinə baxır. Bizim orada siniflərimiz də var. Mədəniyyət Nazirliyinin dəstəyi ilə bizdə təlimlər keçirilir. Hal-hazırda bitmiş təlimlərdən bir neçəsini saya bilərəm ki, bizdə AI for Art oldu, animasiya təlimi oldu, qrafik dizayndır, sonra bütün ümumiyyətlə dramaturgiya təlimimiz oldu və bu sahədə inkişafını təmin edirik bilik olaraq. Daha sonra əgər yaxşı bitirən tələbələrimiz varsa, lazım olan istiqamətdə yönlənməsi üçün həm dəstək olmağa çalışırıq və eyni zamanda əgər yolu varsa onun işlə təmin olmasına da çalışırıq. Bizim əsas məqsədlərdən biri də onlardan ibarətdir ki, onlar daha sonra həqiqətən də bitirəndən sonra işləməyə başlasınlar. Yəni sadəcə olaraq biz təhsil verdik, nə istəyirsiniz gedin, bizdən bilərsiniz kimi bir şey deyil. Daha çox onlara dəstək olmağa çalışırıq ki, bu sferaya gəldin, öyrəndin, daha sonra nə edə bilərsən? Musiqi ilə də bağlı təlimlərimiz oldu, vokal təlimlərimiz, rəqsimiz oldu, xoreografiya qurulması barədə və inşallah ki, daha sonra da bu təlimlərimiz olacaq və növbəti animasiya təlimlərimiz də artıq başlayıb və təkrarən demək istəyərdim ki, bunlar ödənişsizdir və istəyənlər qoşula bilir. Daha sonraki təlimlər üçün də qeydiyyatdan keçə bilərlər əgər ki, çatmayıblarsa və nə vaxt qrup təzədən açılacaqsa onlar qoşula bilirlər. Müəllimlər test edirlər, ondan sonra artıq təlimlərə başlaya bilirlər və bu proses ərzində də onların hər hansı bir sualları varsa və yaxud da ki, belə deyək, moda ilə bağlı təlimdir. Ondan sonra hansısa bir tədbirlər varsa, onlar təbii ki, bizim dəstəyimizlə ora qoşulmasına dəstək oluruq ki, onlar ora gəlsinlər, nələrsə öyrənsinlər, bəlli bir praktika yığa bilsinlər. Daha sonra isə yaradıcı market var bizdə. Orada da iştirak edə bilirlər. Onlar ora qoşulub öz əl işlərini və yaxud da ki, hər hansı bir ideyalarını, məhsullarını da formalaşdırıb orada təqdim edə bilərlər. Yeri gəlmişkən bizim prodüserimiz Rüstəm də elə mədəni və yaradıcı sənayələrin inkişafı mərkəzinin kursunu bitirib musiqi prodüseri üzrə. Təbrik edirik. Havaldı sənə Rüstəm. Gözəl, dəstəkləyirik. Və bu məqamda bir informasiyanı da verim, ümumilikdə dinləyicilərimizə bilsin ki, Mədəni və Yaradıcı Sənayələrin İnkişafı Mərkəzi 2022-ci ilin 22 iyulunda dövlət başçısının sərəncamı ilə təsdiq edilib və onu da xüsusi qeyd edim ki, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasına dair tədbirlər planının icrası məqsədi ilə yaradılıb və elə bu
sosial-iqtisadi inkişaf strategiyası deyəndə burada sırf bu sahənin, yəni bax belə bir mərkəzin yaradılması xüsusilə təqdirə layiqdir. Çünki həm gənclər baxımından, həm insanların biliklərinin əlavə olaraq bilik qatması baxımından çox qiymətlidir. Bir məsələni istəyirəm dəqiqləşdirim. Vaxt məhdudiyyəti məsələsi. İnsanlar ola bilər ki, müxtəlif kurslara qatılsınlar, iştirak etsinlər, təcrübə toplasınlar. Bəlli bir vaxt var, yoxsa bu müraciət edən insanların lap elə edu azad olar. Müraciət edən şəxslərin özlərinə uyğun saat seçilir. Ümumiyyətlə biz çalışırıq ki, hər kəs üçün uyğun bir saat olsun. Təlimlərimiz çox vaxt işləyənlər olduğuna görə tələbələrimiz 7-də olur. Amma bəzi təlimlərimiz var ki, orada tələbələrlə razılaşırıqsa, onlar gün ərzində də təlimlərə qoşula bilər. Amma məsəl üçün animasiya təlimində çoxu gənclər idi, tələbələr idi. Ona görə də universitetdən sonra çıxıb gələ bilirdilər. Biz çalışırıq, biz ümumiyyətlə axı onlar üçün çalışırıq. Onlar üçün eləyirik bu təlimi. Ona görə də maksimal dərəcədə onların zamanına uzlaşmağa çalışırıq ki, daha çox iştirakçımız ola bilsin. Və əgər prosesdə də hər hansı bir dəyişiklik olursa, təbii ki, onu yönləndirməyə çalışırıq. Tədbirin mahiyyətinə görə vaxtları dəyişir də, belə deyək. Bəli, ümumiyyətlə prosesdə də baxırıq ki, məsəl üçün görürük ki, azalma var, çünki bəlli bir sıxlıq var, məsəl üçün təlimlər var, başqa dərsləri var, biz çalışırıq ki, uzlaşdıraq, amma ümumiyyətlə biz tələbələrə yönümlü gedirik bütün təlimlərimizi. 3347 yazır ki, salam sabahınız xeyir olsun, bir neçə dəfə oxumuşam internetdə, görmüşəm rastıma çıxıb sadəcə olaraq ödəniş məsələsi mənim üçün maraqlıdır. Ödəniş varmı? Yəni bu nəyə görə təyin olunur? Hansı sahələrdə ödənişdir? Ümumiyyətlə, mən bayaq dediyim kimi, mədəni yaradıcı sənayelərdə hər şey bu sadaladığım təlimlərdən söhbət gedir və hansı ki yenə də olacaq və sosial şəbəkələrdə də paylaşılacaq. Bu Nazirliyin dəstəyi ilədir. Yəni heç bir ödəniş olmur. Amma eyni zamanda bizimlə əməkdaşlıq eləyən başqa bir təlimçilər ola bilər və yaxud da ki master klasslar eləyirik. Onlar ödənişli ola bilər. Amma bizim yetəri qədər keyfiyyətli, çox yaxşı təlimlərimiz var ki, ödənişli şəkildə yəni faydalana bilərlər gənclər. Yəni bir daha söyləyək, az əvvəl söyləmişsiniz Zümrüd xanım, animasiya, musiqi, kino sənayesi, dizayn, yaradıcılıq, bu kimi sahələr dəstəklənir deyə Mədəniyyət Nazirliyi tərəfindən. Burada ödəniş tələb olunmur, amma ola bilər ki, xüsusi şəxslər gəlsin, qonaqlar gəlsin, hətta ola bilər ki, xarici ölkələrdən kimlərsə gəlsin, master klasslar keçsin. Bu artıq başqa bir şeydir. Bir var ki, siz orada bunun təhsilini alırsınız, bir də var ki, bir forum kimi qatılırsınız. Bu artıq ayrı bir şeydir. Bizdə məsəl üçün animasiyada 2 xarici təlimçimiz oldu. Onlar Zoom üzərindən dərslər keçirdilər və prodüserlikdə də 2 xarici təlimçimiz var idi. Onlar da həm belə onlayn keçirdilər, amma 5 günlük burada da canlı gəlib dərslər keçdilər. Ona görə də biz bizim ödənişsiz proqramın içində xarici təlimçilərin də bəzən gətirilməsi və gənclərimizin təhsilinin artırılmasında inkişaf rol oynayırıq. Zümrüd xanım, gənclərin daha çox marağı haradır? Yəni bu bir statistik də olsa, bir göz yarı da olsa bir baxırsınızmı, müşahidə edirsinizmi ki, bura gələn daha çoxdur? Hansı sahə? Elə mənə də maraqlıydı. Süni zəka. Süni zəka, marketinq, musiqi. Bizdə hal-hazırda marketinq təlimi yoxdur. Amma məsəl üçün ona görə hələ qiymətləndirə bilməmişik. Amma ki yəni daha çox sonra ola bilər də təbii ki olsun. Amma hal-hazırda olanlardan təbii ki musiqidir, rəqsdir, musiqinin hansı janrları? Sadəcə vokal dərsləri keçirilir yoxsa? Bizdə vokal və xoreografiya oldu, amma daha sonra planda olan maraqlı proqramlar var ki, aranjmandır və yaxud musiqinin yaradılmasıdır, bəstəkarlıqdır. Bunları eləməyə çalışırıq hal-hazırda və nəinki yaratmaq, eyni zamanda biz çalışırıq ki, hər hansı bir sənətin öyrənməsinə və ya artıq bu sənəti bilirsə, onu professional dərəcədə formalaşmasına, daha sonra isə bundan pul qazana bilməsi üçün dəstək ola bilər. Yəni bunu biznesə çevirə bilsinlər, bunu bəlli bir iş gedişatı kimi görə bilsinlər. Gəlir olsun. Bəli, biz öyrəşmişik ikimiz üçün, sən rəsm çəkirsənsə, demək ki, pul qazanmayacaqsan, nə bilim, sən musiqi... Bu fikirlərdən çıxmaq. Bəli.
Eyni zamanda inkişaflar. Ümumiyyətlə təlim vermək, təhsil vermək vacibdir. Alanlardan çox şey asılıdır. Bəs təhsil verənlərdən, təlimçilər ümumiyyətlə haqqında seçimləriniz necə olur? Hansı yönümlü? Az əvvəl vurğuladığımız kimi də bir var ki, xaricdən qonaq gəlir. İstəyir onlayn olsun, yəni Zoom üzərindən olsun, istəyir real şəkildə olsun. Bəllidir. Bunu qoyduq bir kənara. Bir də var ki, yerli mütəxəssislər, təlimçilər daha doğrusu necə seçilir, hardan seçilir, kimlərdir? Ümumi bir məlumatınız varsa, fasilədən sonra elə bu barədə istəyirik ki, danışasınız. Reklam fasiləsi. Reklam fasiləsindən sonra daha çox enerji ilə qaydırıq. 101.1 FM-də 100% enerji. Heyecan, ritim, hədiyyələr. Hazırsan? Başladı. Qaldığımız yerdən davam edirik dostlar və diqqətinizə çatdıraq ki, bizim Mədəni və Yaradıcı Sənayelerin İnkişafı Mərkəzinin icraçı direktorunu biz səbirsizliklə gözləyirdik. Nəhayət ki, bizimlə bərabərdir. Sabahınız xeyir olsun, xoş gəlmisiniz. Necəsiz, necə gəldiniz? Təşəkkür edirəm, sabahınız xeyir. Yaxşı gəldim, bir balaca, yəni yollar səhər hər gün olduğu kimi bugün də əsasən də bazar ertəsi günüdür. Çox tıxaclı idi, amma yox, elə vaxtında gəlib çatmışam. Bu arada yolda da elə dinləyirdiniz bizi. Ha? Bəli, Zümrüd xanımı dinləyirdim. Belə çox maraqlı bir məqamlara toxundu. Mən də oradan sonra davam eləyərəm. Elə biz davam edəcəyik, amma reklamdan öncə sualımızı, daha doğrusu Leyla sual ünvanlamışdı, o suala cavablandıraq. Təlimçilər necə seçilir? Ümumiyyətlə biz təbii ki, istəyirik ki, keyfiyyətli bir nəticəmiz olsun. Ona görə də təlimçilərdə də seçici davranırıq. Biz çalışırıq ki, bu sahədə həm işləri olsun, həm təcrübəsi olsun və eyni zamanda pedaqoji biliyi olsun. Yəni buna çox diqqət eləyirik əslində ki, məlumatı bilmək kifayət deyil. Eyni zamanda bu məlumatı ötürə bilməyi də çox önəmlidir. Ona görə həm təcrübəsinə, həm gördüyü işlərə və eyni zamanda pedaqoji biliklərinə də fikir verməyə çalışırıq. Layla xanım, dinləyicimizin sualını istəyirəm siz cavablandırasınız. 6490 yazır ki, sabahınız xeyir olsun. Cədvəl qrafik üzrə seçim sərbəstdir, yoxsa konkret cədvəl var? Bilirsiniz necə, konkret cədvəl deməzdim, sərbəstlik də deməzdim. Bu belə azad demokratik olaraq biz baxırıq ki, yəni əsas tələbələrin sayı axşam onlara uyğundur, gün ortam uyğundur. Çoxluq nəyə seçirsə Çoxluq, bəli, nəyi seçirsə ona, yəni ki, həmin vaxtda da elə təlimləri təşkil edirik. Odur ki, əgər siz də müraciət edilməmişsə, müraciət eləyin. Mən əminəm ki, sizə uyğun bir vaxt təyin olar. Yeri gəlmişkən müraciət qaydası hansı formadadır? Müraciət qaydası həm mailladır, həm də ki, Yaradıcı Edu.az-ın səhifəsində, saytında orada xüsusi bir forum var. Ora daxil olub formu doldururlar. Yəni kursu seçib formu doldururlar. Zümrüd xanım, əlavəniz varmı? Hə. Və bu yaxınlaşırlar. Bəli, yaxınlaşırlar. Biz özümüz, bizim koordinatorlar var. Bizim nömrələr də var. Bəli, onlarla əlaqə saxlayırlar. Belə. Asan da o qədər çətin deyil. Sadəcə sadə versiyada bəli müraciət edə bilərsiniz. Bir də yaş məhdudiyyəti neçə yaşdan? Yaş məhdudiyyəti demək olar ki, yoxdur. Sadəcə şəxsi biliklərdən, bacarıqlardan asılıdır. Əslində mən sizə belə bir şey deyim. Mən Yaradıcı mərkəzə ilk gələndə bizim orada müxtəlif klasterlər var. İndi Zümrüd xanım da demişdi və oyun klasteri var, GameTech. Orada mənim üçün olan uşaqlardır. Çalışanlar, oyunları, yəni yazanlar, tərtib eləyənlər. Valla istəyirdim belə hər dəfə kimisə əlindən tutub demək istəyirdim ki, abala bu kimin uşağıdır? Sən demə, onlar həmin orada bizdə çalışan o geymerlərdir. Yəni bu səbəbdən də demək istəyirəm ki, yəni yaş məhdudiyyəti yoxdur. Məncə məktəb yaşından, 5-ci sinifdən o yana, yəni ki, o da yeni klasterə, sektora baxır da. Yəni 12-13 yaşından artıq müraciət edə bilərlər. Bizim bəli, Zümrüd xanım da burada mənə deyir, yadıma salır. Bizim ayrıca bir klasterimiz də var. Yəni indi bu yaydan onu buraxmaq istəyirik, yəni start vermək istəyirik. Bu Yaradıcı Kids. Biz də sırf mədəni və yaradıcı sənayelər üzrə gələcəkdə təhsilini, işini, peşəsini davam etdirmək istəyən, yəni uşaqlar üçün biz orada xüsusi təlimlər edəcəyik. Sözsüz ki, bax bu təlimlərə qatılanlar və yaxud da kurslara keçənlər hamının bir istəyi olur, keyfiyyət. Amma
Var belə söhbət, var belə söhbət, var belə söhbət. Radio Enerjidə var belə söhbət. Varmı belə söhbət Lalə xanım ki, deyirlər ki, ödənişsizdirsə, tamamilə keyfiyyətsizdir və lazımsızdır. Çox yaxşı bir məqamı vurğuladınız. Bu ödənişsiz deyil. Həmişə hər şeyin bir qiyməti var və kimsə bunu ödəyir. Əgər bu ödənişsizdirsə, bu dövlət hesabınadır. Bunun ödənişini dövlət tərəfindən keçirilir. Amma çox qəribə bir... Biz öyrəşmişik də, yəni dövlət ödəyirsə bizim üçün ödənişsizdir. Elə bir məsələ, onu da, yəni ki, bilirsiniz necə, qəribə tendensiyadır. Əgər hər hansısa bir təlim bizdə ödənişsiz əsaslarladır, yəni dövlət hesabınadırsa, ona müraciət edənlər nədənsə azdır, sayı azdır. Yox, əgər bu ödənişlidirsə, yəni %100 full dolu olur və hamı davamiyyəti də dolu olur. Deyim ki, yəni bir gün kimsə hər hansısa bir üzürlü və üzürsüz səbəbdən buraxsın dərsin. Yox, təlimə belə bir şey yoxdur. Valla nə deyim, indi bu da seçim azadlığıdır. Qəribə bir belə tendensiyadır. Bir nüansı da nəzərinizə çatdırmaq istədim ki, məsəl üçün, qrupda əgər 15 tələbə iştirak eləyə bilərsə, bu 15-i gəlirdir ki, biz iştirak edəcəyik. Amma sonra məsələn 5 nəfər deyirsə ki, mən artıq davam etmirəmsə, o başqa bir 5 nəfərin belə deyək də haqqına girmiş olur. Haqqına girmiş olur. Ümumiyyətlə, əslində biz getdiyimiz təlimlərdə bəzən neylərsə götürə bilmirik və ya ötürən şəxs, təlim yəni göstərən şəxs onu bizə ötürə bilmir. Yəqin ki, sizdə belə geri dönüşlər olurmu ki, məsələn, biz təlimlərə gəldik, amma heç nə qazanmadıq və ya bizdə alınmadı. Bəlkə bu tendensiya elə oradan yaranır. Bizim yaradıcı Edu-Azda çalışan əməkdaşlarımız, onlar elə peşəkardılar özləri və artıq illərin təcrübəsi onlara imkan verir ki, təlimçiləri də seçəndə elə bir təlimçi seçsinlər ki, onlar həmin o məlumatı, təlimi ötürmək bacarığı olsun. Burada belə bir məsələ var da, əgər məsələn Zümrüd xanımda vuruladığı kimi 15 nəfərlik bir qrupdursa, oradan bir nəfər bu sözü deyirsə, problem həmin adamdadır. Yəni 100% ondadır. Burada nə təlimçini, o məktəb vaxtı bir söz deyirdilər ki, yəni müəllim bir uşağın qulağına pıçıldamır ki, ümumi hamıya danışırdı. Bu da eyni prinsipdir. Və digər məsələlərdən biri də bizim rubrikamızdır. Olub ya olmayıb rubrikası. Məsələ rubrikamızın vaxtıdır. Biz sizə suallar ünvanlayırıq. Bu sualları siz yalnız və yalnız olub ya da olmayıb cavabını verə bilərsiniz. Sadəcə olub ya olmayıb. Hazırsınızsa başlayaq. Tamam. Buyurun. Getdik. Uşaqlıqda əşyalarla danışdığınız olub olmayıb? Təbii ki, olub. Məncə hamıda olub. Lalə xanım, sizin? Olub. Zümrüd xanım, olub. Yaratmağını istədiyiniz layihənin uğursuz olduğu olub olmayıb? Olub. Olub. Bu işin daşını atmaq istədiyiniz olub olmayıb? Yox. Olmayıb. Nə gözəl. Yaranan vəziyyətdən çıxa bilmədiyiniz bir situasiya olub olmayıb? Məndə yox. Olmayıb. Məndə yox. Nə gözəl. Yaxşı. Diribaş qızlar. Hər hansı bir məsələdə özünüzü qınadığınız olub olmayıb? Olub, hərdən belə şeylər olur, bəli. İndi gərək ona. Ətraflı. Ətraflı. Nə də qınamısınız özünüzü? Qınamısınız deyim, bax, mən bir Zümrüd xanım da məndən, yəqin Zümrüd xanım da eyni şey deyər. Biz valideynik də. İkimiz də qız analarıyıq. Mən də Allah saxlasın. Təşəkkür eləyirəm. Mən 3 uşaq anasıyam, 3 qız anasıyam və hərdən olub, misal üçün tez-tez böyük qızıma deyirəm. Ondan üzr istəyirəm. Deyirəm ki, bəs adı Zülfiyədir. Barada elə ona da deyirəm ki, Zuzu, mən səndən üzr istəyirəm. Çünki o mənim ilk övladımdır və mən də ondan ilk birinci dəfə ana olmuşam. Təcrübələriniz üzərində bəli. O mənim belə də bəli. Bütün təcrübələrim onun üzərindədir. Ona görə də özümü qınayıram. Çox vaxt deyirəm ki, gələk mən o vaxt belə eləməzdim. Ona belə deməzdim. Misal üçün də mən onu o qədər sıxmışam, tipik belə klassik Azərbaycan qızını necə tərbiyə eləyirlər, düz otur, az danış, belə. Amma indi görürəm ki, bəzi hallarda mənim ona belə düz tərbiyə verməm onu sıxır. İndi bizdə də bizə kömək eləyir Zümrüd xanıma, bizim yaradıcı mərkəzdə o da koordinator olaraq dəstək olmaq, yəni onu bizə dartmışam ki, gəl bir sosiallaş, çox utanğacdır, belə də belə. Ona görə çox özümü qınayıram.
Əslində bəlkə də sizin də gördüyünüz həyat formatı deyim, uşaqlıq formatı deyim, olduğuna görə bu uşaqlara bunu aşılayırıq bəzən. Böyük ehtimal elədir çünki mən də biz də 3 bacıyıq, mən də ən böyüyəm. Yəni eyni şeyi ona da proyeksiya edirəm. Bizim coach, psixoloq xanım Zümrüd xanım deyərdi indi. Mənim qızım da sevinir həmişə ki, həqiqət edir mənim mamam psixoloqdur. Bəxti gətirir. O baxımdan məncə onun bəxti gətirib. Qınadığım sadəcə olaraq öz potensialımı doğru şəkildə vaxtında ifadə eləməməyim olub sadəcə. Yeri gəlmişkən burada indi mən bunu Lalə xanım bunu dedi deyə demirəm. İngilis araşdırmaçılarının belə bir tədqiqatı var idi ki, uşaqlıq travmaları daha ciddi olan şəxslər nədənsə yaradıcı sahəyə daha meylli olurlar. Və bunu İngilis araşdırmaçılar sübut etmişdi 2021-ci ildə. Ki yaradıcı şəxslər daha çox uşaqlıqda travma olan travma deyəndə döyməkdən söhbət gedir. Mənəvi travmalardan. İndi bax burada belə bir məqam var. Sizə müraciət edən uşaqlardan, yeniyetmələrdən, gənclərdən az əvvəl Zümrüd xanım da vurğuladı ki, bəziləri olur ki, müəyyən bir müddətdən sonra tərk edirlər, gedirlər. Uşaqların arasında birinci saat, daha doğrusu verilişin əvvəlində Leyla da soruşmuşdu, çətin öyrədilən, eyni zamanda uyuşmayan, nə bilim, ola bilər ki, sizin verdiyiniz tapşırıqları yerinə yetirməyənlər olsun ki, bu normaldır. Bax, belə bir uşaqlarla rastlaşırsınızmı və onda reaksiya nə olur? Və yaxud da bir valideyn ola bilər. Gəlmir. Yox, mənim yadıma gəlmir. Bilmirəm, Zümrüd xanım. Bizdə xanım. elə bir, yəni, nəsə gərgin bir praktikamız olmayıb. Çünki nəsə bir çətinlik olanda biz bunu danışıb həll eləməyə yönümlü davranırıq. Rüstəm bizdə yaradıcı mərkəzdə olub. Sizi də dəvət eləyirik. Siz də bir gəlin, sizə bir ekskursiya, mini ekskursiya eləyək. Bizim yaradıcı mərkəzin ab-havası elədir ki, ora adam girəndə artıq qapısından keçəndə birinci ilk addımdan deyir ki, mən burada özümü çox komfortlu bir yerdə hiss eləyirəm. Bəlkə də budur əsas səbəb ki, heç kim orada özünü nəsə bir sıxılmış vəziyyətdə hiss eləmir. Bu arada bir şey də deyim, elə təlimlərdən danışırıq. Bizim xüsusi bir proqramımız var. MyStart, yəni saytı da var, mystart.az. Bu nədir? Sırf mədəni və yaradıcı sənayelər üzrə ali təhsil almaq istəyən və yaxud da ali təhsilini daha yüksək pillədə, yəni bakalavr, magistr və yaxud da daha yüksək pillədə davam etmək istəyənlər, ölkə daxili və yaxud da ölkə xaricində təhsil almaq istəyən gənclər deməyim, istənilən insan, yəni bizdə yaş həddi yoxdur. Onlar özləri, yəni universitet seçirlər, ona uyğun, qaydalarına uyğun imtahan verib qəbul olunurlar. Sonra bizə müraciət edib dövlət tərəfindən onların xaricdə təhsil almasının tam təhsil haqqısı yaşaması ödənilir. Belə bir şey də var. Bəli. Çox adam, yəni bu artıq 2-ci ildir indi bizdə, yəni bu proses hal-hazırda da gedir. Maraqlı bilirsiniz nədir? Müraciət eləyənlərin demək olar ki 80% xanımlardır. Bizdə 18 nəfər, səhv eləmirəmsə keçən il xaricə təhsil almağa göndərmişik biz. Onların 15-i deyəsən xanımdır. Yerdə qalan 3-4 nəfər deyil, oğlandı. Yəni belə. Bizdə yaradıcının bir divarı sırf onlar. Divarı var, bəli, sırf onların fotoları da orada. Nə gözəl. Biz QR kodları da yerləşdirmişik ki, istənilən, yəni qonaq və yaxud da kursa gələn həmin o QR kodu oxudaraq həmin o təhsil alan insanların videosuna, öz fikrinə, yəni qulaq asa bilir. Instagramda da var MyStart, oradan da baxa bilərsiniz həmin o videolara. Yəni bizim hal-hazırda imkanımız var ki, xaricdə mədəni və yaradıcı sənayələr üzrə təhsil almaq istəyənlərin təhsil haqqısını ödəyək. Super. Gələcəkdə nələr planlaşdırılır? Bir il sonra üçün nələr planlaşdırılır? Gələcəklə bağlı planlar barədə danışacaq bizim qonaqlarımız reklamdan sonra. Reklam fasiləsindən sonra daha çox enerji ilə qaydırıq. Heyecan, ritim, hədiyyələr. Hazırsan? Başladı.
Dostlar, FMCG və Retail forumuna çox az qalıb. Təxminən 5 gün 7 iyun tarixində Qafqaz Baku City Hotel və Rezidence'dən Azərbaycanın aparıcı şirkətlərinin marketinq departament rəhbərləri və idarəçiləri yerli bazarda uğurla tətbiq edilmiş marketinq strategiyalarını müzakirə edəcəklər. Forumun əsas mövzularını da mən sizin diqqətinizə çatdırım. Data əsaslı qərarların verilməsi, rəqəmsal transformasiya, siyasətçi davranışındakı dəyişikliklər və sair kimi mövzular müzakirə ediləcək. Mütləq şəkildə getməlisiniz, əmin olun ki, faydalanacaqsınız. İşte şayət indi bilet almaq istəyirsinizsə, nömrəni deyirəm, zəng vurun, kifayət eləyir. 050 201 58 40. Biz sizə qonaqlarımızla yaradıcı mərkəzin haqqında danışırıq və istəyirəm deyəsiniz bizə yeni layihələr, yeni planlar, gələcək planlar haqqında. Gələcək planlar haqqında desək, yəni biz 1 saatda burada oturmalıyıq. Amma əsas bəzi şeylər var, onları vurğulamaq istəyirəm. Elə siz həmin forumda bu dəqiqə yoldaşları da, izləyicilər, dinləyiciləri dəvət elədiniz. Bizim yaradıcı mərkəzindən bir yerdə, yəni nəzdində Invest to Create investisiya evimiz də var. Biz investorları, sahibkarları, bizneslə məşğul olan insanları dəvət eləyirik. Həmin Invest to Create nəzdində, yəni investisiya yatırırlar. Bu da nədir? Bizdə bir çox startaplar var. Startaplar, sonra həmin o MyStart da, misal üçün dövlət hesabına əgər biz fərz edək 20 nəfəri xaricə təhsil almağa göndərə biliriksə, əgər hər hansısa bir özəl şirkət bizə bu işdə dəstək ola bilirsə, 40 nəfər ola bilər. Bu bunun sayını artırır. Sonra mədəni və yaradıcı sənaye üzrə müxtəlif startaplar var. Gözəl startaplar var və təbii ki, həmin startaplara da investisiya, yatırım eləmək lazımdır. Həmin bu Invest to Create investisiya evi də yəni ora yatırım eləyir. Sonra bizdə bayaq elə biz sizlə danışırdıq. Əvvəl var idi, deməli uşaqlar var idi, şərait yox idi. İndi şükür Allaha şərait də var. Gənclər də var, uşaqlar da var, ideyalar da var, investisiya da var. Biz də həmin bunların hamısının akkumulyasiya olunan, yəni cərəyan olunan bir yeganə vahid bir mərkəziyik ki, həm investorları, həm startapları, həm təhsili, həm animasiyanı, filmi, fotonu, kulinariya, yəni ümumiyyətcə mədəniyyət sahəsində nə varsa bizdə orada cərəyan eləyir, cəmlənir. Biz də onu yaradılır, biz də onu belə səmərəli ötürürük. Hətta girişdə bizdə var yayat ya yarat. Yayat və yayat. Bəli, belə bir sloqan da var, yayat ya yarat. Bu sloqandan çıxış eləyərək proqramın sonuna doğru hər ikinizi ünvanlamaq istədiyim bir sual var. Təbii ki, indi də gəncsiniz, sözüm onda yox, amma gələn gəncləri, qatılan gəncləri görəndə, xüsusən gəncləri, mən onun yerində olsaydım, bunu yox, bu sahəni seçərdim dediyiniz bir sahə varmı? Yoxsa sizin üçün heç bir fərqi yoxdur? Mən öz adımdan deyim ki, məndə belə bir heyfsli hissi yoxdur. Çünki bayaq dediyim kimi də indi istənilən bir şərait var və yaş məhdudiyyəti yoxdur. Misal üçün, mən indi istədiyim bir peşəni yenidən, yəni təhsil ala bilərəm, yiyələnə bilərəm, öyrənə bilərəm. Bu da yəni ki, heç bir heyfsli hissi məndə yaratmır, heç kimdə də yaratmasın. Yəni istədiyin gec deyil. Gec deyil, heç vaxt gec deyil. Belə. Zümrüt xanım? Məndə heç bir ümumiyyətlə təəssüf yoxdur ondan bağlı. Birinci ixtisasım ümumiyyətlə fortepianodur, ikinci ixtisasım psixologiya, sonra coachingdir və hər birini sevirəm, hər birindən də əlaqəli işlər görürəm. Sadəcə olaraq bir nüans var ki, əvvəl bu evdə də hamın qınayırdılar ki, bu incəsənətdə pul yoxdur. İndi biz maksimal dərəcədə çalışırıq ki, onlar o yaratdıqlarından pul qazana bilsinlər. Həyatdan, bəli. Ona görə qarşılıqda də olsun. Əgər sən fikirləşirsən ki, sən yaratmaq istəyirsən, bil ki, bunun qazanma yolları da var. Yəni bunu əlbəttə ki, yəni bir var ki, hətta deyirlər ki, insan sevdiyi işdən ən əsas gəlirini götürə bilər. Amma sevməyərək də neçən olsa sən onu qazanmayacaqsan. Yəni günah bizdə deyil. Ona görə də yaradın. Ona görə də biz də elə efirimiz vasitəsilə müraciət edirik, xüsusilə gənclərə, çünki onların yaratma təxəyyülləri daha genişdir. Onlar üçün hər cür qapı var, açıqdır. O qapılar ən əsas məsələ odur ki, biz zamanımızda nədən şəhid eləyirdik? Qapılar bağlanır bizə. Düzdürmü? Amma indi sizin üçün dostlar, xüsusən gənclər, sizin üçün qapılar açıqdır. Özdə bu cür fürsətlər varkən
bu cür qapıların açıq olduğu bir dövrdə məncə dəyərləndirilməlisiniz. Elə sloqanda olduğu kimi yatmamalısınız, yaratmalısınız. Yatmayın, yaradın. Qonaqlarımız isə Mədəni və Yaradıcı Sənayələrin İnkişafı Mərkəzinin icraçı direktoru Lalə Əhmədova və yaradıcı Eduaz layihə rəhbəri Zümrüd Əsədova idi. Hər ikiniz çox sağ olun. Təşəkkür edirik. Təşəkkür bərabər edirik oldunuz. dəvətiniz üçün. Yaxşı ki gəldiniz, yaxşı ki suallarımıza cavab verdiniz. Təşəkkürlər. Həmişə enerji ilə olun. Sağ olun. Minnətdarıq. Belə dostlar, bu günlük bu qədər. Sabaha qədər isə Hələlik.